Can Azərbaycan. Salam əziz dinləyicilər, İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Hər həftənin şənbə günü yeni nəşr olunan kitablar haqqında danışırıq. Bu gün də çox maraqlı bir kitab haqqında danışacağıq. Modern Azərbaycanın doğuluşu. Kitab belə adlanır. Əslində adı mənim daha çox diqqətimi cəlb elədi. Görəsən modern Azərbaycan bu ifadə necə izah olunmalıdır? Modern Azərbaycanın doğuluşu deyəndə hansı dövr konkret nəzərdə tutulur? Qərara gəldim ki, kitabın müəllifi Orxan Vəliyevi verilişimizə dəvət edim. Beləliklə bugünkü verilişimizin qonağı Xəzər Universiteti Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri, Siyasi Elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Vəliyevdir. Orxan bəy, xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm, sağ olun. Mən sizi təbrik edirəm. Yeni kitabınız münasibətilə çox gözəl, qəşəng, nəfis bir tərtibatdır. Mimta yayımlarının tərtibatı əlbəttə ki, belə olmalıdır. Və elə istəyirəm ki, kitabın adından başlayaq. Modern Azərbaycan, bu anlayış nəyi ehtiva edir özündə? Əvvəla dəvətinizə görə təşəkkür edirəm, çox sağ olunuz. Deməli, bu kitab, yəni kitabın mətni mənim Türkiyədə 2015-20-ci illərdə müdafiə etdiyim dissertasiya əsasında hazırlanıb. Türkiyə Respublikası Sakarya Universiteti Siyasi Elmlər Kafedrasında və kitab əvvəlcə türk və fars dillərində nəşr edilibdir, fərqli adlarda. Oxşar adlardaydı, amma konkret bu adda deyildi. Fəqət sizin də qeyd etdiyiniz kimi Mimta nəşriyyatı bu kitabı Azərbaycan dilində yenidən nəşr etmək qərarına gəldiyində biz ona məndən ad tələb etdilər və mən də fikirləşdim ki, bu kitab sanki türk dilində orijinalda nəşr olduğu ad sanki daha çox açıqlamır bu kitabın ana deyək ki, məsələsini və ona görə modern Azərbaycanın doğuluşu adının daha doğru olacağını düşündük və nəşriyyat da bunu qəbul etdi. Çünki burada bu mətndə Azərbaycan, yəni siyasi olaraq bir doğuluşdan, o prosesdən, millət və dövlət inşasından söhbət gedir və ona görə də modern Azərbaycanın doğuluşu başlığının daha doğru olacağını düşündük və çox sevindirici haldır ki, oxucular da bunu çox məmnunluqla qarşıladı. Bu mövzu ilə bağlı araşdırmalarınız necə başladı? Çox maraqlıdır ki, bu kitab daha çox siyasi yoxsa tarixi yanaşmalar üzərindən yazılıb. Əvvəla bu məncə çox gözəl bir sualdır. Təşəkkür edirəm. Çünki bilirsiniz, doktorantura təhsili çox mürəkkəb bir mərhələdir və mən Türkiyədə xatırlayıram, orada doktorantura təhsili ilkin olaraq 2-3 semestrlik bir dərs prosesindən sonra ixtisas imtahanından sonra siz artıq buraxılırsınız dissertasiya yazmağa. Mən həmin mərhələləri keçdikdən sonra yenə müəyyən bir mütaliədən sonra elmi rəhbərim görüşdə mən ona daha fərqli bir mövzu təklif etmişdim. O isə mənə çox maraqlı bir sual vermişdi ki, sizin ölkəniz Azərbaycanda üzərində düşünülən, cavab axtarılan sual, problem nədir? Daha əsasən, mən də qeyri-ixtiyari olaraq bu mövzulardan birisinin kimlik olduğunu söyləmişdim. Milli kimlik məsələ. Çünki nəticə itibarilə modern Azərbaycanın doğuluşu bir kimliyin ortaya çıxması deməkdir. Və o zaman mənə demişdi ki, okey, o zaman sən kimlik üzərinə, yəni öz ölkəni kimlik kontekstində tədqiq etməlisən. Və kitabın deməli hekayəsi buradan deməli yaranmağa başladı və sonra isə dediyim kimi türk, fars və nəhayət deməli Azərbaycan dilində də nəşr olundu. Yəni ana hekayəsi buradan qaynaqlanır və bu baxımdan da mən elmi rəhbərim professor Bünyamin Bezciyə, Türkiyə Respublikası Sakarya Universitetinin professoru, hal-hazırda Türkiyə Respublikasının İsveçrə şəfirliyində təhsil müşaviri olaraq çalışır. Ona minnətdaram çünki mənim bir mənada, çünki elmi rəhbərim bəlkə də doktorantura mərhələsindəki əsas töhfəsi o doktoranta düzgün istiqaməti verməkdir. Mənə sadəcə düzgün istiqaməti tədqiq edəcəyim problemin əslində müəyyənləşməsində mənə kömək etdi, yol göstərdi və bu baxımdan da çox şadam ki, buraya qədər gəlib çıxdı yəni bu kitabın mövzusu. Bəli. Milli kimlik məsələsini dediniz. Bu kitabda milli kimlik məsələsi ilə bağlı çox maraqlı məqamlar var. Ümumiyyətlə milli kimlik nə deməkdir? Nə zamandan formalaşıb? Və biz milli kimlik deyərkən konkret nəyi nəzərdə tutmalıyıq? Təşəkkür edirəm çox sualınıza görə. Deməli, kimlik ümumiyyətlə insan tarix boyu
Yeri gəlmişkən çox üzr istəyirəm. Əvvəlki sualınızın bir hissəsini unutdum. Bu siyasidir yoxsa tarixidir deyə. Kitabın təqdimatında Mimtə Nəşriyyatı tərəfindən təqdim edilərkən həm təqdimatda çıxış edən BP Azərbaycan şirkətinin vitse-prezidenti, mənim hörmətli müəllimim, ümumiyyətlə dünya görüşümün formalaşmağında müstəsna rol olmuş doktor Dosent Bəxtiyar Aslanbəyli və tarixçi yazar dəyərli dostum Əkbər Nəcəf bunun konkret olaraq içərisində həm siyasət kontekstini yazılmaqla bərabər tarix və fəlsəfə mütaliəsinin də olduğunu qeyd etmişdilər. Yəni şübhəsiz ki, bu siyasi elm kontekstindən yazılmışdır, amma mövzu tarixi bir mövzudur və şübhəsiz ki, onun içərisində tarixdən də bir iz tapmaq mümkündür. İndi ikinci sualınız isə milli kimlik nədir? Kimlik nədir məsələsi? Kimlik ümumiyyətlə insan tarix boyu bir kimliyə sahib olmuşdur. Yəni ki, bu insanlıq tarix boyunca. Fəqət bizim danışdığımız milli kimlik məsələsi isə insanın üzərində yaşadığı məkanın siyasi və hüquqi baxımdan statusunun dəyişməsi ilə mümkün olmuşdur. Yəni ki, belə fikirləşək də, orta əsrlərdə biz öz tarixi keçmişimizdən baxsaq Osmanlı, Səfəvi konkret sərhədlər olmamışdır. Məsəl üçün. Amma 1918-ci ildə 28 mayda Tiflisdə elan edilən birinci modern Azərbaycan dövlətinin bəyannaməsində isə o bəyannamada belə artıq Azərbaycan sərhədləri, Azərbaycan torpağı, Azərbaycan vətənindən bəhs edilir. Yəni ən birinci şərt bir milli kimlikdən danışmaq üçün o millətin məskən tutduğu və orada dövlət qura bildiyi bir məkandan söhbət gedir və şübhəsiz sonra bir dil məsələsi. Yəni ki, çünki milli kimliyin yaranması orta əsrlərdə dini doktrina çərçivəsində formalaşmış kimliyin yer dəyişməsi ilə mümkün olmuş. Yəni kapitalizmin ortaya çıxması, fransız, İngilis, Amerikan inqilablarının baş verməsi və yeni bir dünyanın formalaşması ilə mümkün olmuşdur və milli kimlik burada yaranmışdır. Yəni ki, o baxımdan burada bir dil məsələsi də önəmli məsələdir. Çünki belə fikirləşin də Mirzə Fətəli Axundzadənin deyək ki, valideynləri mədrəsə təhsil almışdır və onlar hər hansı bir deyək ki, bir milli dilə sahib olmamışdır. Amma milli dildən gündəlik həyatda iqtisadi baxımdan, sosial baxımdan istifadə etməmişdilər. Fəqət Mirzə Fətəli Axundzadə ana dildə ilk komediyalar yazmışdır və bunun təməlini qoymuşdur. Sonra Həsən bəy Zardabı Əkinçidən ilk ana dildə qəzet çıxartmışdır və s. Yəni ki, bir məkan üzərində yaşamaq, orada eyni dildə danışmaq, ortaq bir tarixə, keçmişə və yaddaşa sahib olmaqdır. Əslində milli kimlik və milli kimlik də əslində yeni bir hadisədir. 18-19-cu əsrdən sonra sadaladığım iqtisadi və siyasi inqilablarla dövlətlərin dəyişməsi və sonradan kimliyin yeni bir mahiyyət qazanması ilə mümkün olmuşdur və ondan sonra isə milli dövlətlər ortaya çıxmışdır. Yəni bunu qısaca belə fikirləşmək olar. Məsəl üçün orta əsrlərdə deyək ki, Fransız kralı özünü siyasi iqtidarını legitimləşdirmək üçün özünü Tanrının yerdəki təmsilçisi kimi qələmə verirdi. Lakin bugünün dünyasında isə dövlətlər, siyasi iqtidarlar legitimliklərini xalqa, beləliklə vətəndaşlara və seçicilərə söykəyirlər. Bu isə millətin siyasi təşkilatlanmanın əsas aparıcı bir deyək ki, prinsipinə çevrildiyini göstərir. Bu qısaca milli kimliyin deyək ki, necə yarandığı, nədir və rolu nədir izahından bağlı. Yəni sadə desəm, siz müəllimsiz, mən tələbə, belə deyim də, mən belə başa düşürəm. 19-cu əsrə qədər dünyada yalnız mən müsəlmanam, mən xristianam anlayışları var idi. Düzmü deyirəm? Bəli. Sonra isə artıq milli kimlik məsələsi yarandı, millət anlayışı yarandı. Türksən, almansan, ingilissən, fransızsan və s. Və bu milli kimlik məsələsinin yaranması da konkret şəxslərdən, maarifpərvər, ziyalı insanlardan gələn bir ideya idi. İdeya deməzdim, əslində həqiqətin özü idi deyə bilərəm. Və sizin kitabınızda da mənim diqqətimi çəkən əsas məsələlərdən biri də 19-cu əsrin sonunda yaşamış ziyalılar, bir də 20-ci əsrin əvvəllərində o romantizm cərəyanının nümayəndələri haqqında bilgilerinizdir. Niyə məhz romantiklər bu məsələdə daha israrlı idilər? Bu çox maraqlıdır. Deməli, əvvəla bir məsələyə nəzər yetirmək lazımdır. Bəli, 18-ci əsrin sonu ümumiyyətlə bütün 19-cu əsr millətlərin, milli dövlətlərin elliklə ortaya çıxdığı bir əsrdir. Fəqət burada bir məsələ var ki, bizim kimi həmin dövrü müstəmləkə altında yaşamış, hətta ərazisi iki yerə parçalanmış xalqlar da vardır.
belə olan halda bizim kimi olan bu xalqların hekayələri biraz daha fərqli və çətin və məşəqqətli olur. Məsəl üçün, deyək ki, mən ən azından kitabda istifadə etdiyim 3 şəxs üzərindən yazmışam, 3 xətt üzərindən. Mirzə Fətəli Axundzadə bir dövləti olmadan yaşamışdır, yazmışdır və xidmət etmişdir. Amma buna baxmayaraq deyək ki, ana dildə ilk komediyalar yazmışdır, əlifba layihəsi irəli sürmüşdür və s. Və modern, bugün belə deyək ki, Azərbaycan Konstitusiyasında Azərbaycan dövlətinin əsasları tərif edilərkən ifadələrdən birisi də dünyəvilikdir. Və beləliklə Axundzadə əslində həmin o dünyəviliyi başladan, deməli, din dövlət deməli ayrımını edən ilk deyək ki, intellektuallardan, ziyalılardan birisi olmuşdur. İşin bir digər tərəfi isə romantiklər. Bizim hekayəmizdə bunların yeri niyə əhəmiyyətlidir, nədir və s. 19-cu əsrin sonunda ortaya çıxmışdır romantiklər. Əli Bəy Hüseynzadənin şəxsində, sonra 20-ci əsrin əvvəlində füyuzatçı deyə bir məktəb yaranmağa başladı və romantiklər mahiyyəti, romantizmin ümumiyyətlə mahiyyəti bundan ibarətdir ki, o romantizm sərhəd qəbul etmir. Yəni realist bir yanaşmadan, realist təfəkkürdən fərqli olaraq romantiklər ümumiyyətlə sevgidə də belədir, hər halda zənn edirəm. Sərhəd qəbul etmirlər və bəzən bizim gördüyümüz mənada uğursuz olurlar. Fəqət eyni zamanda o uğursuzluq, sərhəd tanımazlıq da böyük izlər qoyub gedir. Nə maraqlı cümlədir. Məsəl üçün bizim deyək ki, milli kimlik hekayəmizdə Əli Bəy Hüseynzadə və o füyuzatçıların yaratdığı hekayəyə baxsaq, şəxsi həyatlarına baxdığınız zaman məsəl üçün Məhəmməd Adinin səhv etmirəmsə məzarı belə bilinmir. Yoxdur. Elə götürək Ömər Faiq Nemanzadə. Bəli. Sonra məsəl üçün Əli Bəy Hüseynzadənin özü İstanbulda demək olar ki, bir kimsəsiz şəkildə yaşamışdır. Və məzarı da kimsəsiz şəkildə Azərbaycanlıların ziyarətləri xaricində demək olar ki, tanınmır, bilinmir və s. Ancaq o qısa müddətli füyuzat romantizmi Azərbaycanda sadəcə Azərbaycanda yox, bütün Türk dünyasında bir kimlik problemini ortaya qoymuşdur. Məsəl üçün Əli bəyin yazmış olduğu Türklər kimdir essesi var, məşhur. Yəni mən kitabda bu əslində onu seçməyimin səbəbi də ondan ibarətdir. Çox məşhur. Və orada suallar çox kəskindir, heç bir sərhəd tanımır. Özü üçün bəlkə deyək ki, bir gələcək inşa edə bilməmişdir. Fəqət həm Azərbaycanda, həm bütün Türk dünyasında deyək ki, bir sualın ortaya çıxmasına və düşüncənin formalaşmasına xidmət etmişdir. Bir kimlik. Çünki orada soruşur ki, türklər kimdir? Və türklərin bir-birlərini tanımadıqlarını, tarixlərindən xəbərdar olmadıqlarını və s. suallar üzərində qurur bu esseni, məqaləni. Və o baxımdan romantizm sərhəd tanımır. Fəqət dediyim kimi, onun ən böyük xidməti o boşluğun doldurmaqdır. Yəni ki, Azərbaycanın o modern kimlik inşasına baxsaq, Axundovda olmayan şey əslində romantiklərdə vardı. Axundov biz kimlik sualı ilə məşğul deyildi. O din və dövlət siyasət işlərinin ayrılması, əlifba layihəsi bu kimi məsələlərlə məşğul idi. Amma romantiklər isə konkret sual verdilər, biz kimik? Biz haralıyıq? Yəni ki, bu sualları verirdilər. O baxımdan romantizmin varlığı son dərəcə dəyərlidir. Yəni millətimizin adı nədir? Bəli. Bax, bu ən vacib sual idi. Türklər üçün, bütün yəni sadəcə Azərbaycanlılar üçün yox, ümumiyyətlə geniş mənada bütün Türk dünyası üçün bu xidmət etmişdir. Çünki füyuzatın yazarları arasında baxsanız, Türkiyədən, Rusiyanın türklər yaşayan bütün coğrafiyalarından, Krımdan və s. yazarlar olmuşdur və o jurnal həmin ərazilərdə də dağıdılmışdır, yəni çatdırılmışdır və oxucular olmuşdur. O dövrdə realistlər də var idi. Məsələn, elə götürək Mirzə Cəlili, o deyirdi ki, vətən, 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 millət, millət, millət. Realizm cərəyanında da millət təəssübkeşliyi var idi. Amma niyə siz kitabınızda daha çox məhz milli kimlik məsələsi ilə bağlı romantiklərin adlarını xüsusi qeyd etmisiniz? Deməli, mənim kitabımda ümumiyyətlə bu kitabı yazarkən dissertasiyandan əvvəl dediyim kimi dissertasiya əsasında hazırlanıbdı. Nəzəriyyəni müəyyən etdikdən sonra, çünki 3 mərhələli bir nəzəriyyədən istifadə olunubdur. Bu da Azərbaycan həmin milli millət və dövlət inşasında istifadə olunan həmin nəzəriyyə 2 dəfə istifadə olunmuşdu. Və orada 3 mərhələdən söhbət getdiyinə görə 3 mətn axtardım. Hansı ki, bunlar modern Azərbaycanın inşasında xüsusi rol olubdur, yəni diqqət çəkici rol olubdur. Yəni ki, Mirzə Fətəli Axundzadənin komediyaları, Kəmal Ötürü məktubları əsəri, Əli Bəy Hüseynzadənin Türklər kimdir essesi başda olmaqla digər əsərləri və Rəsulzadənin milli dirlik məqalələri, İstanbuldan qayıtdıqdan sonra yazdıqları.
Bu çərçivədə digərlərini kənarda tutdum təbii olaraq. Çünki dissertasiya, yəni akademik mətn elə bir şeydir ki, məhdudlaşdırılmalıdır müəyyən çərçivədə. Müəyyən. Amma şübhəsiz ki, əlbəttə Cəlil Məmmədquluzadənin, xüsusilə Molla Nəsrəddinin müasir Azərbaycan kimliyinin inşasında özünə məxsus rolu var. Çünki həm Azərbaycan dilində onun yazılması bir tərəfdən, digər tərəfdən də tam da əslində orada ədəbiyyat, tarix, siyasət, bir çox məsələlərin özünə yer tapması əslində milli kimlik dediyimiz o yaddaşın formalaşmasına xidmət etmişdir. Yəni realist. Amma təbii ki, realizmin əsas fiquru Axundzadədir, Mirzə Fətəli Axundzadə. Ona görə onu mən əsas tutub kitaba daxil etmişəm. Amma Mirzə Fətəli Cəlil Məmmədquluzadə də təbii ki, anamın kitabı məsəl üçün müstəsna bir əsərdir. Modern Azərbaycanın doğuluşu kitabınız belə adlanır. Bir daha xatırladım dinləyicilərimizə və doğuluş sözünün özündə bir çətinlik var. Bəli. Yəni bu sözün məna yükü çox ağırdır. Məsələn, sizdən kimsə soruşsa ki, modern Azərbaycanın doğuluşu çoxmu çətin olub? Məşəqqətli olub, yəni çünki Necə izah edərdiniz bunu? Qısa cavab məşəqqətlə olub. Geniş cavab Mirzə Fətəli Axundzadə qısa olaraq, simvolik olaraq da Əli bəy Hüseynzadə və Cümhuriyyətin digər qurucuları 18-ci ildə və onların aqibətlərinə baxın. Məsəl üçün Mirzə Fətəli Axundzadə Tiflisdə hal-hazırda məzarı yad bir ölkədədir. Əli bəy Hüseynzadə və başda olmaqla digər Cümhuriyyət qurucuları Rəsulzadə və digərləri Türkiyədə dəfn olunubdur. Əlimərdəm bəy Topçubaşov Fransada dəfn olunub Parisdə. Nəsib bəy Yusufbəyli, Məhəmməd Hadi kimi şəxsiyyətlər ümumiyyətlə məzarları yoxdur, qətl ediblər və s. Yəni əslində bu izah edir ki, bəli bu proses, bu doğuluş necə məşəqqətlə olubdur. Çünki biz müstəmləkə altından yola çıxaraq, mübarizə apararaq bir deyək ki, bütün əksiklikləri ilə bərabər bir dövlətin başlanğıcını qoymuşuq ki, onu da 2020-ci ildə tamamladıq. Bəli, həqiqətən. Əlifba islahatı bir ölkənin doğuluşunda bu qədərmi böyük rol oynayıb? Axundzadənin əlifba islahatından söhbət gedir. Bəli. Çünki Axundzadə ümumiyyətlə qısaca həyatından bəhs edəcək olsaq, yəni deməli Tiflisə köçdükdən sonra ümumiyyətlə Mirzə Şəfi Vazeh onun dünya görüşünün formalaşmasında Gəncədə müstəsna rol oynayır və s. O Tiflisdə mütərcim olaraq fəaliyyətə başlayır və rus dilini də öyrənir, ərəb və fars dillərinin yanında və o həmin dövrün çağdaş qərb düşüncəsini, qərb fəlsəfəsini, qərb ədəbiyyatını və s. maarifçilərini oxumağa başlayır, mütaliə etməyə başlayır və oradan yaxaladığı belə bir həmçində rus modernizasiya prosesi də gedir orada şübhəsiz. Oradan da təması var. Və oradan yaxaladığı bir nüans var ki, bəli, artıq köhnə əlifba, yəni o din dillərinin istifadə olduğu deyək ki, əlifba ilə yaşadığı çağdaş dünyaya inteqrasiya olmaq və var olmaq, varlıq göstərmək mümkün deyil. Qarşılığına baxsaq, o həmin şey ingilislərdə, fransızlarda, ruslarda, almanlarda və s. baş vermişdi. Yəni ki, latın dili əvəzinə yerli dillər ortaya çıxmışdı. Yəni Martin Luther İncili nə etmişdi? Öz ingilis dilində, alman dilində demək ki, tərcümə edib nəşr etməyə çalışmışdı ki, hər kəs oxuya bilsin. Yəni ki, dilin daha oxumaq və anlaşılması baxımından daha asanlaşdırılması üçün bir layihə təklif etmişdi və bu təklifi də hətta Tehrana və İstanbula da götürmüşdü, lakin qəbul edilməmişdi. Ancaq nəticə itibarilə günün sonunda gəlib bugünkü Azərbaycana baxdığımız zaman həmin deyək ki, fikrin reallaşdırıldığını görürük. Orxan bəy, bu kitabla bağlı tədqiqatları harda apardınız? Yəni burada arxiv sənədləri var, bəzi məlumatlar var ki, məsələn mən ilk dəfə idi tanış olurdum bu məlumatlarla. Birinci tədqiqat aydın məsələ Türkiyədə aparılıb, Azərbaycana da gəlmişəm və s. Lakin bu birbaşa bir tarix tədqiqatı olmadığı üçün bu daha çox siyasət, fəlsəfə və qismən tarixi özündə ehtiva edən bir siyasi bir analizdir, akademik çərçivədən demək daha doğru olar. Ona görə birbaşa hər hansı bir arxiv tədqiqatını ehtiva etmir, çünki o daha çox tarix disiplininin içərisinə girmiş olardı. Ona görə ondan qaçmağa çalışdım ki, daha o siyasi bir analiz ortaya qoya bilim. Yəni. Amma şübhəsiz tarixçilərin tapdıqlarını da istifadə etmişəm, yəni geniş çərçivədə. Siyasi araşdırma apararkən obyektivliyi qorumaq nə qədər çətindir? Ümumiyyətlə şübhəsizdir ki, sosial elmlərdə sizin baxdığınız bucaqdan asılı olaraq dəyişikliklər göstərə bilər. Çünki bu riyaziyyat deyil. Bunu həmişə söyləmək lazımdır. Lakin akademik prinsipi qoruduğunuz müddətcə
tədqiqatınızın bir dəyər kəsb etməsinə də xidmət etmiş olursunuz. Çünki xüsusilə sosial elmlərdə siyasət, tarix çərçivəsi, fəlsəfə tədqiqat aparmış adamlar, tədqiqatçılar əgər sizin cavabınız əvvəlcədən bəllidirsə, o tədqiqatın ömrünü də demək olar ki, bitirmiş olur. Yəni ki, bir hipotez üzərindən və akademik prinsiplərə sadiq qalaraq, bu universal qaydalardır. Buna sadiq qalmaq lazımdır ki, sizin mətninizin dəyərini və keyfiyyətini qoruya biləsiniz. Belə bir fikir var, tarix təkrar olunur. Məsələn, bu kitabı oxuyan oxucu həmin dövrlə bugünkü dövr arasında paralellər apara bilər? Şübhəsiz ki, oxşar nələrsə tapmaq olar. Lakin ciddi fərqliliklər də var. Məsəl üçün, həmin dövrdə biz müstəmləkə altındaydıq. Amma indi isə biz tam təşəkküllü, beynəlxalq hüquqla tanınan ərazimizdə tam təşəkküllü suveren bir dövlətə çevrilmişik ki, bunu Mirzə Fətəli Axundzadə, Əli Hüseynzadə, Əlimərdə Məktəbçibaşov, Məhəmməd Əmirəzodə və digərləri təxəyyül belə edə bilmirdilər. Yaratmaq üçün mübarizə aparırdılar. Amma bugün isə bizdə var. Şübhəsiz yenə dediyim kimi oxşarlıqlar var, lakin fərq kəskin formadadır. Bizim dövlətimiz var. Çünki onların mübarizə aparmaq üçün, yaratmaq üçün mübarizə apardıqları şey, dövlət artıq bizdə var, özü tam təşəkküllü bir şəkildə. Yəni belə fikirləşin də, biz o təxminən 30 illik bir mübarizədən sonra 2 əsr əvvəl, əslində 30 il əvvəl yox, Türkmənçay ilə itirdiyimiz Şuşaya geri qayıtdıq və orada biz bayrağımızı sancdıq. O baxımdan bu dərəcədə ciddi deməli fərq var. Yəni Nadir Şahdan sonra biz ilk dəfədir ki, Azərbaycanlılar olaraq torpağımızı azad etdik və dövlətimizi birləşdirdik. Bu çox ciddi bir məsələdir. O baxımdan ən böyük fərq budur. Bir də kitabdakı bölmələr çox maraqlıdır. Mən əlbəttə tövsiyə edirəm ki, dinləyicilərimiz özləri kitabı əldə etsinlər, oxusunlar, alsınlar. Amma hər halda qısaca məlumat vermək də yerinə düşər. Məsələn, kitabda çox maraqlı bölmələr var. Onlardan biri də belə adlanır, Zaqafqaziya Federasiyası, səhv etmirəmsə. Nədən söhbət gedir? Bəli, kitab nəzəri hissədən ibarətdir. Qısaca məlumat verim. Çünki bir akademik mətn olduğuna görə hipotezinizi açıqlamaq üçün bir nəzəriyyəniz olmalı, istifadə etdiyiniz bir nəzəriyyə olmalıdır. Ondan sonra 3 mərhələ var. Hansı ki, Mirzə Fətəli Axundzadə, Əli Hüseynzadə və Məhəmməd Əmirəzadənin mətnlərini ehtiva edən bir analiz. Onun çərçivəsində isə Zaqafqaziya və Cümhuriyyət var. Zaqafqaziya isə deməli 3 Cənubi Qafqazın 3 millətinin birgə bir siyasi varlıq qurmaq təşəbbüsü idi. Lakin yenə əsrin sonunda olduğu kimi ermənilər buna deyək ki, oyunu pozdular, razılaşma olmadı və sonradan hər üç ölkə öz müstəqilliyini elan etməli oldu. Yəni Zaqafqaziya əslində 3 millətin birləşib bir siyasi bir varlıq qurmaq təşəbbüsü idi. Yəni Tiflisdə parlament qurulmuşdu və s. və ilə axır. Əslində regionun əsas deməli demoqrafik olaraq siyasi gücü etibarilə əsas etnik qrupu Azərbaycanlılar buna razılıq göstərmişdi. Lakin sonradan bu davam etdirilə bilmədi və 28 mayda Azərbaycan öz müstəqilliyini elan etmiş oldu. Yəni bu oyun pozulmasaydı çox maraqlıdır. Necə olardı? Bu biraz bilirsiniz nəyə bənzədir? Sovet İttifaqı 2-ci Dünya müharibəsində qalib gəlməsəydi, tarix necə olardı? Şübhəsiz mən tarixçi deyiləm, amma buna icazənizlə məşhur siyasi şərhçisiz. Bəli, məşhur Türkiyəli tarixçi bu yaxınlarda rəhmətə getmiş professor İlber Ortaylı'nın sözü ilə cavab verim. O deyir ki, o həmişə deyirdi ki, yəni ki bu bizim tariximizdə bu suallar həmişə canlılığını qoruyur. Ancaq necə olardı üzərinə yox, əlimizdə olanlar üzərində davam etsək daha yaxşı olar. Çünki o zaman deyir, bu sualın içərisindən çıxma olmaz. Çünki həqiqətən də çox maraqlı sualdır ki, bəli, Zaqafqaziya davam etsə necə olardı? Amma o zaman biz bunu çox fokuslansaq, Cümhuriyyətin kənarda tutmuş oluruq. Halbuki bizim üçün Cümhuriyyət daha dəyərli və əhəmiyyətlidir ki. Və nə yaxşı ki, bəzi oyunlar həqiqətən pozulub. Bəli, bu mənada belə demək daha yaxşı olur. Demək istəyirik. Orxan bəy, millət, milli kimlik anlayışı millətçi ziyalılar anlayışının yaranmasına səbəb oldu. Bəli. Millətçilik anlayışı isə gəlin razılaşaq ki, bugünkü dünyamızda fərqli yanaşmalarla özünü göstərir. Və siz kitabınızda millətçi ziyalılar haqqında da danışmısınız. Mənə çox maraqlıdır. 20-ci əsrin əvvəllərində yarandı bu ifadə və bu ifadəyə o dövrdə yanaşma necə idi? Bəli, əgər konkret biz bir milli dövlətdən danışırıqsa,
millətdən və milli kimlikdən danışırıqsa, deməli o millətin sahib olduğu müəyyən dəyərlər var, simvollar var və qısaca bunun qorunması və sevilməsi, üstün tutulması elə özü millətçilik deməkdir. Yəni ki, belə deyək, Çar Rusiyasının içərisində əgər ki, həmin o ziyalılar Azərbaycan adında bir siyasi varlığın yaradılması, kimliyin və siyasi varlığın yaradılması üçün mübarizə aparıblarsa, bunun özü millətçilikdir. Öz millətindən yana deyək ki, mövqe tutmaq. Yəni ki, buna məsəl üçün necə demək olar? Millətçilik Heydər Əliyevin 20 yanvar qanlı faciəsi baş verdiyi zaman Moskvaya gedib Azərbaycan xalqından yana durması da millətçi həmin bir mövqedir. Və bu budur əslində. Və bu təbii bir prosesdir. Təbii bir prosesdir. Yəni şübhəsiz ki, bilirsiniz, hər bir məsələnin neqativ tərəfi də var. Sizin qeyd etdiyiniz şovinist. Amma bu o demək deyil ki, insanlar normal şəkildə vətənlərini sevməməlidir. Yəni məsəl üçün deyək ki, Azərbaycanın prezidenti Şuşada Azərbaycan bayrağını dalğalandırdı və buna dünyada heç kim etiraz etmədi. Niyə? Çünki bu beynəlxalq hüquqa söykənən öz torpaqlarını azad etmək mübarizəsi nəticəsində əldə etdiyi bir haqq idi. Amma misal üçün şovinizm hardadır? Şovinizm deyək ki, indi Ermənistanın keçmiş prezidentinin hərbi uniforma Azərbaycan torpaqlarında, yəni Şuşada və ya Xankəndidə paradda iştirak etməsi idi. Şovinizm budur. Yəni özünə aid olmayanı istəməkdir. Yəni bunlar fərqli-fərqli şeylər. Əlbəttə özünə aid olmanı istəməkdir. Millətçilik çünki hər bir anlayışın neqativ tərəfi var. Mən universitet professoruyam. Universitet müəlliminin də neqativ forması var. Yəni ki, pis forması var. Yəni ki, amma bu demək deyil ki, mən ondan fəxr etməyim. Yəni ki, çünki işini düzgün, Böyük Atatürkün dediyi kimi, işini əgər düzgün görürsənsə, bu kifayətdir. Yəni o baxımdan o millətçi ziyalılar əslində Azərbaycanı yaratmaq üçün mübarizə aparmağa çalışan kimsələrdir. Həmin o doğuluşu hazırlayan kimsələrdir. Modern Azərbaycan doğuldu, çətinliklərdən keçdi, sınaqlardan keçdi, 70 illik bir tarixi boşluq deyirəm mən o dövrə. Bəli. Və sonra yenidən müstəqilliyimizi bərpa etdik. Bu gün isə artıq müstəqil, suveren ərazisi olan bir ölkənin vətəndaşıyıq. Bu gün yeni texnologiyalar, texnikanın inkişafı, bütün bunlar hamısı sürətlə bizim həyatımıza daxil olur. Hər gün yenilənir dünyamız, hər an, hər dəqiqə, hər saniyə, hər salisə hətta mən deyərdim. Və yeni nəsillər yaranır, Z nəsli adlandırırıq, alfa nəsli adlandırırıq və mən çox görürəm, eşidirəm gənclər arasında belə bir fikir ki, dünya hamıya çatacaq qədərdir. Hətta dünyada nəyə lazımdır bu sərhədlər deyən bir nəsil də gəlməkdədir artıq. Bu çox gözəldir. Bütün xalqları sevmək, millətləri sevmək, Azərbaycanda multikultural dəyərlər var əlbəttə ki. Amma necə düşünürsüz? Bu qədər fərqli düşüncələrin içərisində vətən nədir? Vətəni necə sevmək lazımdır? Bunu biz necə izah eləyək yeni gələn nəslə? Biz bəli belə bir mərhələdən keçirik. Biz siyasət tələbələrinə birinci kursda öyrətdiyim siyasəti tərif edərkən öyrədirik ki, siyasət resursların ədalətli bir şəkildə paylaşdırılmasıdır. Siyasi hüquqa söykənmə şərti ilə. Ancaq bununla bərabər yenə əlavə edirik ki, var olan resurslar bunların insanlar arasında ədalətli bir şəkildə bölüşdürülməsi üçün kifayət deyil. Amma bu yenə hüquqa söykənərək bölüşdürüldüyü üçün kimisinə az, kimisinə çox, kimisinə orta, heç kim buna etiraz edə bilmir, çünki bir cəmiyyət siyasi bir ictimai müqavilə üzərinə söykənir. Dövlət və cəmiyyət arasında və s. Digər tərəfdən sərhəd məsələsi. Xeyr, mənim sərhədim var. Mən hər şeydən əvvəl Azərbaycanlıyam. Bunu unutmamalıyıq heç vaxt. Əlbəttə ki, unutmamaq lazım. Mən dünyaya Azərbaycandan baxıram. Xüsusilə mənim peşəm elədir ki, mən fizikçi deyiləm, riyaziyyatçı deyiləm, kimyaçı deyiləm, mən siyasi elmlər üzrə professoram. Və beləliklə, əlbəttə ki, akademik prinsiplərə sadiq qalmaqla bərabər bu öz yerində, amma konkret məsələlərdə də mən dünyaya Azərbaycandan baxıram. Amma fizik, həkim, jurnalist elə dünyaya Azərbaycandan baxsa çox yaxşı olmazmı? Əlbəttə ki. Amma mənim peşəm bunu məndən daha çox tələb edir. Amma ümumiyyətlə sərhədsizlik belə bir şey, tarix bizə bunu öyrədir, siyasi tarix 2500 illik əgər biz bunu deyək ki, Platondan, Aristoteldən başlatsaq, sərhədsizlik deyə bir anlayış yoxdur. Yəni sizin sərhədsizliyə o şəkildə ona nail ola bilərsiniz ki, ondan danışa bilərsiniz ki, əvvəlcə özünüzün sərhədiniz olsun, ona sahib olasınız, ona hakim olasınız, ondan sonra nəsə bir universal dəyərlərdən danışmaq. Çünki məsəl üçün biz indi danışa bilərik, bəli, çünki torpaqlarımızı azad etdik
Ona görə COP da keçirdirik. Vuf da keçirdirik. Çünki nəyə görə artıq bəşəri məsələmizi həll etmişik. Yəni milli məsələmizi həll etmişik. Dayaqları möhkəmdir. Artıq dünyaya baxa bilərik. Yəni o baxımdan o sərhədsizlik anlayışını mən gənclərdən bu da biraz romantik. Üzr istəyirəm, amma bu da bir növbəti bir sərhədsizlikdir. Amma orada yenə əlavə edim həmin romantiklər məsələsi. Romantizm çox gözəldir. Amma sərhəd, dövlət romantizm üzərinə qurulmadı. Əlimərdən Topçubaşovlar, Rəsulzadələrin realist yanaşmaları üzərinə quruldu. Şübhəsiz romantiklərdən bəhrələndilər. Yəni onlar sadəcə ideyanı yaratdılar. Bəli, ideyanı yaratdılar. Amma işi görənlər, işi görmək, dövlət qurmaq bu realizm, bu başqa bir şeydir. Bu baxımdan şübhəsiz bu yeni gəncliyin varlığı dəyərlidir. Bir enerji və yenilik gətirir. Amma günün sonunda yenə bizim bir sərhədimiz olmalıdır ki, yəni bizim bir evimiz var. Əlbəttə ki, o da Azərbaycandır. Əlbəttə ki, bu kitabı kimlər oxumalıdır sizcə? Hər şeydən əvvəl Azərbaycanın modern siyasi doğuluşunu öyrənmək istəyən və müəyyən qədər akademik mətn oxumaqdan yorulmayacaq hər kəs tövsiyə edə bilərəm ki, peşəsindən asılı olmayaraq. Düşünürəm ki, Mimtə nəşriyyatı, xüsusilə Mimtə nəşriyyatının baş redaktoru dəyərli dostum Əsəd müəllim rəhbərliyində mətn Azərbaycan dilinə, çünki türk dilindən hazırlanmışdı və çox gözəl hazırlanıbdır. Axıcı bir dillə çevrilibdir. Azərbaycan dilinin qaydaları çərçivəsində. Ona görə düşünürəm ki, oxucuda çətinlik çəkməyəcək. Yəni hər kəsə tövsiyə edirəm Azərbaycanın siyasi doğuluşunda maraqlı olan hər kəs üçün. Mən sizə dərin təşəkkürümü bildirirəm, amma bir sualım var ki, onu sizə verməsəm olmaz. Çünki kitabınızda bu məqam xüsusilə vurğulanıb. Yəni vurğulanmayıb, amma belə deyim də, hadisələrin içərisində sən onu hiss eləyə bilirsən. Milli kimlik məsələsinin formalaşması və din. Bu da çox vacib məsələdir. Söhbət 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindən gedir. Dünyada Adi Cəfər Cabbarlının əsərlərinə baxaq, orada bir müsəlman anlayışı var. Yəni bir çox bizim böyük ədiblərimiz, onlar özləri haqqında müsəlmanam deyə qeyd eləyiblər. Bəli. Milli kimlik məsələsinə o dövrdə dinin təsiri necə olub? Milli kimlik ümumiyyətlə bu deməkdir ki, din yox olmur. Sadəcə siyasi və hüquqi statusunu itirir. Yəni insanın gündəlik həyatına yön vermək, siyasi və hüquqi baxımdan yön vermək iqtidarının kənarlaşdırılması deməkdir. Bu artıq dövlətin birbaşa səlahiyyətinə keçir. Dövlətin və onun çağdaş qurumlarının deyək ki, səlahiyyətinə keçir. Yəni məsəl üçün bugünün terminologiyasından desək, məsəl üçün bu gün Azərbaycan dövlətinin başı prezidentdir. Bəli. Deməli qanunverici orqanlar var, məhkəmə orqanı var və s. Dini qurumun rəhbəri prezidentin müəyyən etdiyi bir şəxsdir. Prezidentə tabe olan, yəni çünki dövlətin başına tabe olan bir şəxsdir və prezidentin dövlətin ali başı, yəni ki, rəhbəri olan prezidentin protokolundakı məmurlardan bir kimsədir. Aydındır. Və hətta sadəcə tək də deyil, digər konfessiyaların rəhbərləri də orada özünə yer tapır. Amma halbuki orta əsrlərdə bu belə deyil. Daha dinin deyək ki, siyasi və hüquqi rolu başqa idi. Xüsusilə Avropada. İndi yenə biz müsəlmançılığın itirilməyindən danışmırıq. O konstitusiyamızda qeyd edildiyi kimi Azərbaycan dövlətinin əsası açıqlanarkən dünyəvilik məsələsi var. Hüquqi, unitar və s. demokratik və dünyəvi dövlət. Yəni din və dövlətin işinə siyasi və hüquqi baxımdan qarışa bilmir. Çünki dövlətin işinə qarışmaq vətəndaşın həyatına da qarışmaq deməkdir. Bu dövlətin məşğul olduğu bir deyək ki, sahədir. O baxımdan milli kimliyin deyək ki, dinlə olan məsələsi bu çərçivədə baxıla bilər. Burada məsəl üçün Mirzə Fətəli Axundzadənin daha kəskin fikirləri var idi. Deyək ki, Əli bəy Hüseynzadə başda olmaqla romantiklərin biraz daha ortadan fikirləri var idi. Amma bunu daha siyasi və hüquqi müstəviyə gətirən isə deyək cümhuriyyətçi quran o Milli Şuranın deyək ki, əksəri hüquq təhsil almış deyək ki, qurucuları oldu. Əlimərdən Topçubaşov, Fətəli xan Xoyski, Rəsulzadələr və digərləri. Onlar daha deyək ki, bunu bir siyasi və hüquqi bir deyək ki, bazaya oturtdular və buna təşəbbüs etdilər. Daha dünyəvi yanaşdılar. Çox sağ olun. Mən sizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün çox maraqlı söhbət oldu və əziz dinləyicilər, hər birinizə tövsiyə edirəm ki, bu kitabı oxuyasınız. Minnətdaram. Mən təşəkkür edirəm. Çox sağ olun. Əziz dinləyicilər, bir daha xatırladım ki, Orxan Vəliyevin Modern Azərbaycanın doğuluşu kitabından danışdıq. Yeni nəşr olunub bu kitab. Orxan bəy, kitab mağazalarında vardı. Şəhərin bütün kitab mağazalarında var. Bəli, əldə edə bilərsiniz. Azərbaycan tarixi ilə bağlı, Azərbaycan dövlətçiliyi ilə bağlı çox maraqlı araşdırmalar var kitabda və bir daha xatırladım ki, verilişimizin qonağı da elə kitabın müəllifi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Vəliyev oldu. Aparıcınız mən idim Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın.